Herkese salam, kanalımıza hoş gəlmisiniz. Bugün sizlərə çiyələkli mürəbbənin hazırlanmasını təqdim edirəm. Mən baxıram kanalımıza abunə olmadan baxanlar çoxdur. Yəni abunə olmaq ödənişsizdir, like atmaq, şərh yazmaq ödənişsizdir. Bir sözlə abunə olub dəstək olmağı unutmayın. Öncədən abunə olub dəstək olanlara öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Keçək mürəbbənin hazırlanmasına. 1 kilo 100 qram çiyələk, təmizlənmiş çiyələk götürmüşəm və 800 qram şəkər tozu əlavə edirəm. Qoyuram 4-5 saat öz suyu çıxana qədər. Qeyd edim ki, çiyələkləri 3-4 dəfəyə axar suyun altında yaxşı yumuşam. Şəkər tozu və çiyələyi hissə əlavə etdikdən sonra burada ləyəni sirkələyirəm ki, tam bir-birinə qarışsın. Görürsünüz, burada 4-1 saat qalıbdır və öz suyu yaxşıca çıxıbdır. Yəni suya ehtiyac yoxdur əlavə etməyə. Altdan yuxarı qarışdırırıq ki, şəkər tozu alt hissəsində yığılıb qalmasın və zəif ocağa qoyuram ilk başda, çünki şəkər tozu altda yana bilər. Yenə də altdan yuxarı qarışdırırıq ki, həm çiyələklər əzilməsin, həm də şəkər tozu tam qarışsın. Biraz qaynadıqdan sonra ocağın altını söndürüb 2-3 saat saxlayıram. Nə üçün bir dəfəyə bişirmirəm? Onda çiyələklər əzilə bilər. 2-3 saat qaldıqdan sonra ocağın altını aşağı dərəcə yox, orta dərəcəyə qoyuruq və bişiririk. Bu üsulla çiyələklər çox gözəl dəndən alınır. Və burada salfetkaya çiyələyin suyundan azca töküb yoxlayıram ki, hazır olmasını. Görürsünüz, salfetkaya su canına çəkir, ona görə hələ biraz da qaynadıram. Burada limon duzu azca əlavə edirəm və biraz da qaynadıram. Biraz qaynadıqdan sonra suyundan azacıq nəlbəkin içərisinə tökürəm. Yəni bu üsulla da yoxlamaq olar hazır olmasını. Və ocağın altını söndürüb kəfini yığırıq. Budur dostlar, çiyələk mürəbbəmiz hazır oldu. Görürsünüz, rəngi, meyvələrin dəndən qalması çox gözəl üsuldur. Siz də hazırlayın, nuş edin və hazırladığınızı şərh bölmələrində yazmağı unutmayın. Abunə olub, dəstək olub, like atmağı da unutmayın. Sağ olun, salamat qalın.